Salam, axşamınız xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsində 3 otaqlı ev çıxdı satışa, 100 kvadratlıq ev. Demək 10.50-nin 9.50-yə. 100 kvadratlıq ev satışa çıxarıldı 75 min manata. 75 min manatdan yenə mütləq endirim olunacaq. Özdə fərdi yaşayış Kupçalı. Yəni ki, birbaşa alan kimi qeydiyyata düşə biləcəyiz bir evdir. Ona görə axşam vaxtı gəldim, çəkdim ki, çəkəcimdə tez paylaşacağım ki, bu evi görəsiniz. Yerləşmə yeri. Bax, diqqətlə baxın. Bir neçə yerdən yol gəlir bu evə. Bax, Yetər Şallıq sarayı var, məşhur yerdir, hamı tanıyır. Orada düşdünüz, oradan hardasa bir 450 metr, 470 metr, 500 metrə yaxın olar da məsafə. Bax, gəlir bura qədər. 522-nin yolu var, arxa məhəllədə. Sumqayıt marşrutu, asfalt yolu. Bax, həmən yoldan heç bir 50 metr, 60 metr məsafəsi yoxdur, arxa yoldan. Düz evin yanından demək olar ki, keçir Sumqayıt marşrutu. Amma Yetər Şallıq sarayının yanından yoldan gəlirsiniz, bir 400-450 metr, bax belə məsafəni gəlirsiniz. Mərkəzi kanalizasiyası da var. Qaz sayğacı, su sayğacı, işıq sayğacı da özdə fərdi yaşayış Kupçalı. Yəni bu evi alıb birbaşa qeydiyyata düşə biləcəyiniz evdir. Və həyətində trapı da var, görürsünüz. Evimizə də diqqətlə baxın, bax. Hasar, evin üst fasadı, hamısı tarsovka emusiyadır. Qıraqları ağ kartla bəzədilib, pəncərələrimiz şəbəkə pəncərədir. Üstündə də bax taxta görürsünüz, lambir kimi taxta ilə belə apşıqqa olunub. Oradan da krişə çıxmaq üçün yer qoyulub. Onu da zəhmət olmasa göstərək. İşıqlarla, azalma, qəşəng səliqəli evdir. Həyətində də 2 dənə nar ağacı var. Əlavə istəsiniz yenə əkə bilərsiniz. Bunlar elə o vaxtdan qalandı burada, köhnə ağaclardır. Köhnə məhəllədir, bura məhəllə köhnə məhəllədir. Evimizin sağ tərəfindən də ara məsafəsi var. Bir də burada padval var. Padvalını göstərim sizə. İndi içərisi qaranlıq olduğuna görə göstərə bilməyəcəm için. Amma bax belə nə görürsünüz, baxın da bax. Qoşadaş kubiklə tikilmiş evdir. Fundamentli kəmərli evdir. Bunlara gəlib canlı indi bura evə baxanda baxarsınız. Bax 1, 2, 3, 4, 5, 6, 7, 8, bir daşla tam et, 9 daş kürsülü. 9 daş kürsülü evdir. Buradan da daxil oluruq evimizin içərisinə. Gəlin bura. Bax, evimizin içərisinə buradan giririk. Bax, böyük belə bir koridordur. Görürsünüz nə qəşəngdir. Özdə qəşəng aboylarda seçirlər. İşıqla uyğun gəlir. Həm də biraz evi işıqlı, ab-havalı göstərir. Bunları gəlib canlı görəcəksiniz. Böyük bir koridordur. Yerimiz qəşəng laminatdır. Bütün otaqların pülçatıları ayrılıb. Bir dənə qapının, bir dənə özün xüsusi göstərək qapını görsünlər. Qapıya baxın. Bax, sadə qəşəng ağ qapılardır. Qıraqları zəhri, zamokları zadı. Hər bir şey səliqəli saxlanılıdır. Birbaşa gəlin qonaq otağına. Bax, qonaq otağıdır bu, yəni zalı. Görürsünüz, birbaşa öz həyətinə baxır. Böyük geniş səliqəli zaldır. Bax, sakit məhəllələrdə özlər. Gələndə inşallah burada özünüz görəcəksiniz. 75 min manatdan mütləq ev sahibi özü endirim eləyəcək. Bax, belə zaldır qonaq otağı. Qəşəng sportları zadı. Hər bir şey çox səliqə səhmanla və yüksək keyfiyyətlə tikilmiş evdir. O da kondisionerimizin şunurudur. Bu da TV-stentin yeridir. Bax belə, bu qonaq otağı. İndi mətbəxə bir dənə baxaq. Bax, burada mətbəximizdir. Meyvələrisi keramika vurulub, bütün nöqtələr ayrı-ayrı nöqtə qoyulub, aspiratın şunuruna qədər hətta mətbəx üçün xüsusi TV-stensində yer ayrılıb. Pəncərələrində şəbəkə pəncərədir, qoşadaşdır, bunları təkrar deyirəm ki, biləsiniz. Saray qəsəbəsində yerləşir bu ev. Mütləq gəlin bu evə baxın, 75 min manatdan endirim olunacaq. Kim eləyəcək endirimi? Ev sahibi özü. Amma mütləq eləyəcək. Baxın, bu da bir yataq otağıdır. Görürsünüz, bu yataq otağıdır. Bunun da aboyları fərqlidir. Nə demək istəyirsiniz? Necə? Hə? Hə, evin arxasında yəni demək istəyir yeri var. Pəncərəni açandan sonra evin arxasında demək olar ki, bir metrdən də artıq orada məsafə var. Portika da qoyulub bu yataq otağına. Növbəti yataq otağına da baxaq. Bax, bir yataq otağı da buradadır. Bax, bir yataq otağı buradadır. Görürsünüz, bunun da qəşəng fərqli aboyları var. Bunda da pəncərəni açıram, ara məsafəsini görəsiniz. Evin arxasına keçmək üçün. Yəni, bunları hamısını gəlib canlı, detallı şəkildə hamısını sizə izah eləyəcəm. Bu da sanitar qovşağımız. Bax belə, bu da sanitar qovşağımız. Bir də izah eləyirəm. Saray qəsəbəsində 3 otaqlı evdir, 9.50-nin 10.50-yə olan evdir. Qoşadaş kubiklə tikilmiş evdir, fundamentli kəmərli evdir. Bunları gəlib yerində yoxlayacaqsınız. Mütləq həyətə girən kimi bunları yoxlayıb baxacaqsınız. 75 min manata satışa çıxarıldı, fərdi yaşayış Kupçalı evdir. Bu evi alıb qeydiyyata düşə biləcəyiz evdir.
75 mindən mütləq endirim olunacaq. Torpağa nə qədərdir? 2 sotun içərisindədir. Yerləşmə yeri bir də sonda təkrar edirəm. Yetər Şadlıq Sarayının yanından yol girdi içəri. Oradan da gələ bilirsiniz. Arxa yol var 522-nin marşrut yolu. İnternet tərəfdən gəlir, Sumqayıtdan gələn marşrut. Bax, oradan da gələ bilirsiniz. Fərqi yoxdur. Siz bura gəlib bu evə baxanda mən hər iki yolu sizə göstərəcəm ki, yaxından görə biləsiniz. Allah alan da satana da xeyir versin. Sağ olun.